bir vətəndaş kimi, bir insan kimi, bir ata kimi, bir ziyalı kimi hər zaman istəyir məkanlarda olsun, siz sosial şəbəkələrdə olsun, hər zaman şəhidlərimizi çıxışlarımda, nitqimdə, görüşlərimdə şəhidlərimizi hər zaman anmışam və bu mənim həyatımda davamlıdır. Bizim də ətrafımızda, qohumlarımızda yetərincə Azərbaycan ərazi bütövlüyünə canına keçən qazilərimiz, şəhidlərimiz var. Mən bir daha söyləyirəm, hər bir şəhidin qarşısında, valideynlərin qarşısında, övladlarının qarşısında bizə əmanət qalan, onların körpə balalarının qarşısında biz baş əyirik və Allah'tan onlara can sağlığı arzu ediyorum. Mən hər zaman çalışmışam, bacardığım qədər, imkanım daxilində, vicdanım qarşısında və Allahımın və dinimin və dövlətimin mənə verdiyi sala çərçivəsində şəhidlərimizin hər zaman anılmasında, hər zaman onların adının əbədiləşdirməsində xidmət edək və bu bizim üçün davamlı olsun. Mən bugünkü mərasimdə Nurlan qardaşımızın valideynlərinə bir daha Allah'tan səbir diləyirəm, onun ətrafına bir daha səbir diləyirəm. Digər bizim şəhid ailələrimiz burada iştirak edir, analar, bacılar və qardaşlar. Onların əllərindən öpürəm və onların qarşısından baş əyirəm. Nə yaşlı sizlər varsınız, nə yaşlı bizlər varıq. Biz bir kollektivdə, bir camiədə biz güclüyük. Biz nə qədər şəhidlərimizin qədrini bilsək, şəhidlərimizin hər zaman adını ansaq, biz daha belə deyək ki, çox şeyə nail ola bilərik. Bu o deməkdir ki, şəhidlərimizin hər zaman doğum günü və şəhid olduğu günləri biz yad edəməliyik. Biz bir kollektiv, bir ailə olmalıyıq. Bununla da bağlı təşkil olunmalıyıq. İstəyir dövlət tərəfindən, istəyir bilməliyik. Bir-birimizin xeyrindən, şərrindən başlar iştirak eləməliyik. Mən bir daha Nurlan qardaşımızın valideynlərinə səbir dilirəm. Bütün şəhidlərimizə Allah'tan rəhmət dilirəm və qazilərimizə qısa müddətdə sağlıq həyatlarına davam etməsini Allah'tan arz ediyorum. Sağ olun. Mən də hər kəsi salamlayıram. Əkbər müəllim bütün sözləri dedi. Çox sağ olun Əkbər müəllim. Çox şərəf verdiniz. Bugün bizim məclisimizdə iştirak edəliyiz. Mən də burada bütün şəhid analarımın, atalarımın, ailələrinin, övladlarının qarşısında baş əyirəm. Səminə ana, Faiq ata, Allah sizə səbir versin. Allah sizin o gül balanızın sizə toyunu qismət eləsin bu gündən sonra. İnşallah xoş günlərə yığışaq bu ailənin bütün tədbirlərinə. İnşallah Allah sizə səbir versin. Çox sağ olun şəhid analar, əziz analarımız, əziz atalarımız, əziz şəhid xanımlarımız, əziz şəhid balalarımız. Hər birinizin qarşısında mən baş əyirəm. Çox sağ olun, var olun.